Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Manatla verilmiş kreditlər bahalaşdı. Cari ilin sentyabr ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,52% təşkil edib. Bakupost AzApaya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi ilin əvvəli ilə müqayisədə 1,96% bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2,40% bəndi artıb. Qeyd edək ki, cari ilin sentyabr ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28 milyard 704,9 milyon manata bərabər olub. Kredit portfelinin 15 milyard 91,8 milyon manatı biznes kreditləri, 9 milyard 114,5 milyon manatı istehlak kreditləri, 4 milyard 498,6 milyon manatı isə ipoteka kreditləri təşkil edib.